Salam əziz müəllimlər, dəyərli müdavimlər, hər vaxtınız xeyirli olsun. Deməli, yeni time test toplusundan 20 sualın izahını verəcəm. Birinci videoda 10 sualın izahı, digər videoda 10 sualın izahı. Ümumilikdə 40 dənə sualdır. Sadəcə olaraq təkrar suallar olduğuna görə mən onu 10-10 yeni suallar əsasında elektrona çevirmişəm. Deməli, linkin açıqlama hissəsində isə deməli, həmin testin elektron variantı olacaq. Testi işləyib, izahı dinləyə bilərsiniz. Kanala abunə olmaq üçün tıklamağınız yetərlidir. Nömrələrdən isə aprel sürət qruplarına, mart sürət qruplarına, aprel yeni qruplara qoşula bilərsiniz. Kanal linkini paylaşın ki, hər kəs bu testləri işləyib, sonra imtahana girsin, həm də izahlarını eşitmiş olsun. Deməli, müəllimlər, yanlış olanı tapın. Birinci sualımız belədir. Deməli, nə deyir burada? İdrak taksonomiyası təlim məqsədlərinin müəyyənləşdirilməsinə xidmət edir. Dəyərli müəllimlər, deməli, mən bütün istər təlim nəticəsinin çıxarılması dərsi olsun, istər taksonomiya dərsi olsun, həmişə demişəm ki, alt standartın özünü belə olduğu kimi təlim nəticəsi yazanda sonluğuna fikir versəz, taksonomiyanın feillərinin ifadə olunur, müəyyənləşdirir, hesablayır, istifadə edir, şərh edir və s. Çünki taksonomiyanın feilləri dinamik feillərdir, statik feillər deyil. Dinamik, yəni hərəkətdə olan feillərdir də, yəni. Ona görə A variantı düzdür. İdrak taksonomiyası üzrə şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün sadədə mürəkkəbə doğru idrak fəaliyyəti formalaşdırmaq lazımdır. Bu da düzgün fikirdir. Nə üçün? Fikir verirsə, taksonomiyanın 6 mərhələsi var. Elə birinci mərhələ özü sadədən başlayır, xatırlamaq, yəni hafizəyə əsaslanır. Xatırlamaqdan yaratmağa qədər gedir. Yəni, sadədə mürəkkəbə doğru iyerarxiya quruluşunda inkişaf edir. Bu da düzdür. İdrak sahənin mərhələlərini müxtəlif səviyyədə inkişaf etdirmək mümkündür. Bəli, çünki mərhələlərin özü müxtəlif səviyyədədir. Yəni, asandan çətinə doğru. Bu da düzdür. İdrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır. Yəni, müxtəlif qiymətləndirmə vasitələri o deməkdir ki, həmin feillərdən istifadə edərək şagirdlərin öyrənmə səviyyəsinə uyğun biz qiymətləndirmə nümunəsi hazırlaya bilərik. Sadədə mürəkkəbə doğru, bu da düzdür. Aşağı sinif şagirdlərinə idrak sahənin yaratma mərhələsinə uyğun tapşırıq vermək səmərəsizdir. Axı, bu düzgün yanaşma deyil. Niyə? Çünki biz ümumiyyətlə bu mərhələlərin hamısını, altısını da elə aşağı siniflərdən formalaşdırmalıyıq. Nə olsun ki, yaratma mərhələsi ən üstün mərhələdir. O deməkdir ki, elə uşağın yaş həddinin belə deyək də, ən üstün səviyyəsini gözləməliyik. Gözləməliyik ki, uşaq gəlsin 6, 7, 8, 9 siniflərdə olsun. Xeyr. Elə ibtidai siniflərdən də bu mərhələləri şagirddə formalaşdırmaq lazımdır. Çünki şagirdlərimizdə yaratma mərhələsini, yaradıcı təfəkkürü formalaşdırmasaq, yəni yaradıcı təfəkkür yaratmaq o demək deyil, əl qabiliyyəti olsun. Şagirdin düşüncəsində, beynində o problem həll etmədir, qərar qəbul etmə bacarıqlarıdır, yeni alternativ yollar fikirləşmək bacarığıdır, problemə başqa bir tərəfdən yanaşmadır, qeyri-standart yanaşmadır, orijinal yollar düşünmək bacarığıdır. Yəni, bunları formalaşdırmaq lazımdır ta balaca yaşlarından. Ona görə də burada Y variantı səhvdir. İkinci suala baxırıq. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərin müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Biz bilirik ki, nitq etiketləri nədir? Buyurun, zəhmət olmasa, xoşdur və s. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar fikirləşərək nitq etiketlərinin də düzgün istifadə olunduğu səhnəcik hazırlayıb video çəkməlidirlər. Yəni, müəllim nitq etiketlərini dərsdə keçir və onun tətbiq olunması üçün ev tapşırığı olaraq verir ki, əziz uşaqlar, evdə səhnəcik hazırlayırsınız və həmin səhnəciyin dialoqunda nitq etiketlərindən istifadə edin. Uşaqlardan da biri evdə bacısı ilə həkim xəstə roluna aid bir səhnəcik hazırlayır. Deməli, uşaq neynədir? Öyrəndiyindən istifadə elədi. Öyrəndiyimizdən istifadə ediriksə, deməli, orada ardıcıllıqla proses baş verəcək. Deməli, biz o prosesi hamı evində o prosesdən keçəcək. Amma məsələ budur ki, müəllimlər, hamının səhnəsi eyni olmayacaq. Biri müəllim şagird səhnəsi hazırlayacaq, biri xəstə, deyək ki, həkim səhnəsi hazırlayacaq. Yəni,
burada nə baş verir? Hərə özünə məxsus bir səhnə hazırlayacaq, yeni bir səhnə yaradacaq. Əgər hamı eyni səhnəni hazırlasaydı, onda prosedural tətbiq etmə olardı. Amma ayrı-ayrı olduğuna görə bu artıq hər kəsin özünə məxsus səhnəsi olacaq. Ona görə də prosedural və yaratma mərhələsi olacaq. Üçüncü sualımız nədir? Deyir ki, məktəbdə keçirilən tədbir zamanı elektriklər kəsilir. Deməli, tədbir təşkil edirsiniz. Təsadüfdən elektriklər gedir. Təhlükəsizlik qaydasına uyğun olaraq bu vəziyyətdə hansı addımların atılacağını göstərin. Müəllimlər, hansı addımlar atılacaq o deməkdir ki, yəni ardıcıllıqla nələr olunacaq? Nə etməliyik ki, təhlükəsizlik qaydalarına əməl edək və orada problem baş verməsin. Yəni, orada qəfil işıq gələrsə, qısa qapanma olmasın, kimisə tok vurmasın. Yəni, bu kimi halların qabağını almaq üçün hansı addımlar atacaqsa, ardıcıllıqla atacaq deyə ona görə də tətbiq etmə mərhələsi. Yəni, orada ardıcıllıqla proses baş verəcək. Tətbiq etmə mərhələsi. Bilik olaraq soruşulsaydı, prosedural bilik götürərdi. Yəni, bilik soruşmur, təkcə taksonomiya soruşduğuna görə o da olacaq tətbiq etmə. Müəyyən edin. Şagirdlər şarlardan, şiə çöplərindən, plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Hazırlama prosesində tənəffüsdən düzgün istifadə qaydaları və onların tətbiqinin əhəmiyyətini öyrənirlər. Müəllimlər, fikir verirsinizsə, burada uşaq öyrəndiyindən istifadə edir və ardıcıllıqla öyrəndiyini həyata keçirdir. Deməli, öyrəndiyini ardıcılıqla həyata keçirdirsə, addımlar seriyası prosedural bilikdir. Və hər kəs eyni prosesi elədiyinə görə nə olacaq? Tətbiq etmə olacaq. Bayaq fikir verirsə, səhnə hər kəsin özünə uyğun idi, ona görə yaratmaq idi. Amma burada hamı, bütün şagirdlər eyni prosesi icra etdiyinə görə prosedural və tətbiq etmə mərhələsidir. Növbəti sual. Sadəcə müəllimlər, burada bilirsiniz, burada çapda C-də də, Y-də də prosedural tətbiq etmə olduğuna görə mən o bərabərliyi test belə deyək də, elektron variantda C-Y cavabını düzgün götürmüşəm ki, müəllim hansı cavabı vursa, C-dən, Y-dən birini düz gəlsin. Yəni, o texniki səhvdir, test toplusunun özündə olan bir şeydir. Onu da bu cür aradan qaldırmağa çalışmışam. Hekayədə baş qəhrəman çətin vəziyyətdə öz maraqlarını üstün tutur. Və bu seçim nəticəsində başqalarına zərər getirir. Burada bilirsiniz nə yadıma düşür? Mirzə Əkbər Sabirin Dünya necə tarac olur olsun, nə işin var? Şeiri var. Yəni, öz marağını üstün tutur. Kimin başına nə gəlir, gəlsin, kim nə ziyan çəkir, çəksin. Onu maraqlandırmır. Ona görə də burada nəyi hələ davam edirik? Müəllif bu davranışı birbaşa qınamır. Lakin onun doğurduğu nəticələr oxucuya təqdim edir. Deyir ki, öz maraqlarını üstün tuta bilər. Mən ona bir söz demirəm. Amma nəticədə ziyan çəkən insanlar olacaq. Qəhrəmanın bu qərarının etik baxımdan təsirini təhlil edin. Müəllifin bu yanaşmasına ədəbiyyatda nə dərəcədə uğurlu olduğuna münasibətinizi bildirin. Bax, yəni deyir ki, demir ki, müəllifin əsərə münasibətini, deyir ki, müəllifin bu cür yanaşmasına sənin münasibətin necədir? Əgər mənim münasibətimi istəyirsə, bu dəyərləndirmə olacaq. Amma desəydi ki, müəllifin əsərə münasibəti, müəllifin bu cür yanaşmaya münasibəti, bu artıq təhlil etmə olardı. Amma məndən soruşduğuna görə, mənə ünvanladığına görə, sənə ünvanladığına görə bu dəyərləndirmə mərhələsi olacaqdır. 6-cı sual belədir. Dəmir açıq havada bir müddət qaldıqda paslanır. Biz bunu zaten bilirik. Paslanma zamanı dəmirin rəngi və səthi dəyişir. Rəngi görsən ki, həminki rəngi olmur da, saralır. Bu proses zamanı dəmirdə hansı dəyişikliklərin baş verdiyini izah edin. Müəllimlər, izah edin sözünü görən kimi qaçıb anlamağa götürürlər. Bəli, izah edin sözü anlama mərhələsindədir. Mən ona bir söz demirəm. Amma müəllimlər, mütləq sürətdə testin mahiyyətini də anlamaq lazımdır. Artıq biz feillərlə tapa bilmirik də. Çox təəssüf olsun ki, artıq, təəssüf də deməyim, əslində bu bir növdə məntiqlidir. Yəni, biz artıq əzbər şəkildə izah edin sözünü görən kimi anlamağı seçmirik. Bu bizi çaşdıra bilər. İmtihanda da izah edin verər, amma anlamaq çıxmaz. Elə bu testdə də belədir. Bizdən nəyi soruşur? Biz ona baxmalıyıq. Bizə deyir ki, dəmirin paslanma prosesini, yəni ardıcıllıqla nələr baş verir? Necə oldu ki, bu dəmir paslandı? Bunu mənə deyir, izah elə. Bu izah eləmək, hələ bilmirik ki, şagird bunu şifahi izah eləyir, yoxsa gəlir lövhədə bu prosesi bizə izah edir. Yəni, bu izah edir sözü
Bilirsiniz necə müəllimlər? Yəni o yolu necə dəyişəcək rəngi, orada nələr baş verəcək. Bunu uşaq öyrəndiyindən istifadə edərək bizə deyəcək. Bu da nə olacaq müəllimlər? Tətbiq etmə olacaq. Çünki dəmirin paslanma zamanı rənginin və səthinin dəyişməsi belə deyək də, proseslər nəticəsində baş verir. Hava ilə reaksiya girdiyinə görə baş verir. Görürsünüz, deyir, havada, açıq havada bir müddət qaldıqdan sonra nəmlənir də, nəm olur havada. Burada oksigenlə bərabər hidrogen də var da, yəni kimya müəllimlər daha yaxşı bilər. Bu nəmişlik nəticəsində o proses baş verir. Həmin prosesi öyrəndiyindən istifadə edərək, ola bilsin ki, reaksiyalar nəticəsində göstərəcək, orada tənlik quracaq, kimyəvi reaksiyalar aparacaq. Yəni, bu elə balaca bir şey deyil ki, onu izah eləsin. Onu göstərəcək, öyrəndiyindən istifadə edib, tətbiq edib lövhədə göstərdiyinə görə burada müəllimlər tətbiq etmə mərhələsidir. Yəni, belə testlərdə diqqətli olaq. Uyğun olanı tap. Tarix dərsini keçdiyiniz 3 mühüm tarixi hadisənin adını və baş verdiyi ili göstərin. Bu da çox rahat sualdır. 3 dənə tarix verilir. 3 dənə döyüş verilə bilər. Və yaxud da mühüm bir hadisə verirlər. Deyər ki, bu nə vaxt baş verib? Şagird də onu, məsələn, çıldır, deyəcək, 2-ci Səfəvi Osmanlı müharibəsinə baş verən döyüşləri deyil. Uşaq da yazacaq çıldır döyüşü, sonra Molla Həsənli döyüşü. Yəni, bunların hamısını ilin yazacaq, yadında qaldığı bir şeydir. Ona görə də bu da sadə bir sualdır, xatırlama mərhələsidir. 8-ci sual. Məktəbdə şagirdlərin dərs zamanı diqqətinin tez yayınması müşahidə olunur. Bəli, böyük bir qlobal problemdir bu. Psixologiyada diqqətin davamlılığı, biologiyada beynin yorulması və pedaqogikada fəal təlim prinsiplərini nəzərə alaraq dərs müddətinə diqqətin qorunmasına yönəlmiş yeni bir dərs strukturu modelini yaradın. Görün, necə əlaqələndir, necə gözəl sual. Deyək, psixologiyada diqqətin davamlılığını təyin edin. Yəni, psixoloji cəhətdən diqqətini davamlı olaraq əlində tut. Biologiyada beynin yorulmasını nəzərə al. Və fəal təlim prinsiplərini nəzərə al. Yəni, elə bir dərs fəal təlim qur ki, şagirdin diqqət davamlılığı orada olsun, beynin yorulmasının qarşısını alsın və dərsin fəal keçsin. Belə bir modelin strukturunu yarat. Modelinizdə istifadə olunan elmi prinsiplər və onların dərs prosesinin necə tətbiq olunacağı göstərilməlidir. Yəni, sən başdan başa müəllimlər, nə ortalığa qoyursan? Gözəl bir model ortalığa qoyursan, düzdürmü? Əgər burada yaratma mərhələsi olsaydı, ən gözəl cavab o olardı. Amma yaratma mərhələsi yoxdur və şagirdlər bir yerdə bunu hazırladığına görə, hamı eyni proses üzərində çalışdığına görə bu tətbiq etmə mərhələsi olacaq. Çünki başqa variant buna uyğun gəlmir. 9-cu sual. Şagirdlər verilmiş hadisənin baş verməsinə təsir edən əsas səbəblər ilə ikinci dərəcəli faktorları ayırd edirlər. Yəni, biri-birindən seçirlər. Seçib götürmək haradaydı müəllimlər? Bu da sadə bir sualdır əslində. Təbii ki, təhlil etmə mərhələsində. 10-cu suala baxaq. Problemin iki fərqli həll yolundan istifadə olan addımlar müqayisə edilir və hansı addımın nəticəyə daha çox olduğunu, ən çox, daha çox, lap çox, müəllimlər həmişə deyilmiş şiddətləndirici ədadlar. Bunlar haradadır? Təhlil etmə mərhələsində. Seçib götürmək. Ən uyğunlu, ən həlledici məqamları, sonra ən lazımlıları, bunlar hamısı təhlil etmə mərhələsindədir. Bu qədər müəllimlər. Dinləyin, amma dinləməmişdən qabaq birinci növbədə linki işləyin, ondan sonra izahını dinləyin. Ümidvaram sizə müəyyən qədər də imtahana hazırlaşmaq üçün dəstək ola bilirəm. Təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün.